Hörmət tamaşaçılar, biz həmiş olduğu kimi bu günləri 10 ildən artıqdır mənlə çiyin-çiyinə çalışan qanun və icra proqramının daimi belə deyək ki, informasiya dəstəyini həyata keçirən Yeganə xanım Telman qızı, mən onu şəxsən dəvət eləmişəm bugünkü münasibətdə. Yeganə xanım, yaxınlaşın. Biz qanun və icra proqramı olaraq mən sizi təbrik edirəm. Sizin simanızda bütün Azərbaycan xanımlarını təbrik edirəm. Nə yaxşı ki, varımızsınız. Biz qanun və icra proqramında 10 ildən artıqdır. Bizim, bax, burada söylənən bütün fikirləri, bütün, belə deyək ki, cümlələri bir-bir saytlara yerləşdirirsiniz, informasiya dəstəmizi həyata keçirirsiniz. Buna görə öz adımdan, ailəmin adından sizi təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm və biz qanun və icra proqramının daha da irəli aparmasında əl-ələ verək, bacı-qardaş kimi və hər zaman olduğu kimi bugün də bir yerdə olaq. Təbrik edirəm. 8 martın mübarək olsun. Təbrik edirik biz də. Deyərə görə çox sağ olun, var olasınız. Həqiqətən də bu bayram 8 mart gözəlliklər bayramıdır, xanımların bayramıdır. Xanımlar kimdir? Anadır, xanımlar kimdir? Bacıdır, qadındır, dostdur. Xanımlar bəşəriyyətin ən böyük varlığıdır. Mən öz adımdan və bütün komandamız adından, Əkbər mənim şəxsən sizin adınızdan bütün Azərbaycan xanımlarını təbrik edirəm. Sizin ailənizdə olan bütün xanımları, burada əyləşən ekspertlərin ailəsində olan bütün xanımları, Esmərə xanımı şəxsən təbrik edirəm. Təşəkkür edirəm, mən də. Hər zaman gözəlliklərlə dolu olun. Nə yaxşı ki, mən sizlə 10 ildir çiyin-çiyinə çalışıram. İnşallah bu 10 ilin də qarşısına bir sıfırda artıraq. İnşallah, oldu. Çox sağ olun. Təbrik edirəm bir daha. Sağ olun, sağ olun.